Siyasi və iqtisadi körpülərlə möhkəmlənən Türk Dövlətləri Təşkilatı indi də könüllərin və ideyaların yaxınlaşmasıyla yeni bir intibah mərhələsinə qədəm qoyur. Şərqlə Qərbin dialoq mərkəzinə çevrilən Bakı bu dəfə Türk dünyasının ictimai beyin mərkəzlərini eyni masa ətrafında birləşdirib. Birgə fəaliyyət fondlarının yaradılması və qlobal ekoloji çağırışlara qarşı vahid mövqeyinin nümayiş olunduğu tədbirdə həm də növbəti tarixi zirvələrin anonsu verilib. İyun ayında keçiriləcək möhtəşəm Türk Dünyası həftəsi öncəsi reallaşan bu görüşün təfərrüatlarını birlikdə izləyək. Prezident İlham Əliyev Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının liderləri ilə qeyri-rəsmi zirvə görüşündə bəyan edib ki, ailəmiz olan Türk dünyası 21-ci əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Hazırda təşkilata sədrlik edən Azərbaycan da TDT ölkələrinin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin gücləndirilməsinə töhfə verir. Bu fikirlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin ikinci əməkdaşlıq forumunda bildirildi. QHT-ların platforması yeni bir qapılar, yeni bir imkanlar açır ki, bizim xalqlarımızın mədəniyyətləri daha da yaxınlaşsın, onlar bir-birinə daha yaxın olsun, böyük bir birlik təşkil edilsin. Çünki bütün gələcəyimiz də bununla bağlı olacaq. Bu böyük bir qüvvədir, böyük bir üfüqlər açır Azərbaycan üçün də, bütün Türk dövlətləri üçün də. Forumda qeyd olundu ki, son 7 ayda artıq ikinci dəfədir təşkilata üzv ölkələrin QHT-ləri Bakıda toplaşır. Bu, təşkilatın nüfusuna töhfə olmaqla yanaşı, QHT-lər üçün birgə qrant müsabiqələrini də aktual edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr QHT-lərə dəstək üçün ümumi qrant sistemi təsis etməlidirlər. Biz təşkilat ölkələrinin birliyə can atmasını müşahidə edirik. Lakin təəssüf ki, qeyri-hökumət təşkilatlarımız hələ də birgə fəaliyyət göstərmir. Məhz buna görə də platforma çərçivəsində Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT-lərinə dəstək fondu yaratmalıyıq. Bu təşəbbüsdə iri biznes də iştirak etməli olacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ekoloji problemlərin həllinə daha çox diqqət yetirməlidirlər. Azərbaycan sadəcə şərqlə qərb arasında strateji körpü deyil. Bu, həm dialoq, etimad, qonaqpərvərlik məkanı, mədəniyyətlərin və ideyaların görüş yeridir. Biz həmçinin ekologiya sahəsində əməkdaşlığı gücləndirməliyik. Bu fon 3-də beynəlxalq səviyyəli problemlərin həlli və ünsiyyət yollarının axtarılması üçün platforma təqdim edən bir ölkə kimi Azərbaycan artan rolunu nümayiş etdirir. Tədbirdə həmçinin vurğulandı ki, 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk Dünyası həftəsi də iyunda Bakıda keçiriləcək. Rüstəm Mikayılzadə, İlqar Abdullayev, İTV Xəbər.